dostlar, sizə bir şey demək istəyirəm. Əgər YouTube çəkirsinizsə, bunu eləməlisiniz. Baxın, məsələn, bir YouTube'unuza girirsiniz və çəkdiyiniz videoların içinə girirsiniz. Yəni deyəndə girirsiniz YouTube'a da, videolarınıza baxırsınız. Videolarınızdan bir dənəsini və basılı tutursunuz. Orada yazılacaq ki, cihazda yadda saxlayın. Yəni demək istəyir ki, şəkillərinizə düşəcək də, mahnıyla, şəkillənsə şeyinizə düşəcək. Bunu bilmirdinizsə kanalıma abunə olub like atmayı unutmayın. Və bunu deneyin. YouTube'unuza girin, öz videolarınızdan başına saxlayın və cihazda saxlayın yazılacaq. Ona basın, şəklinizə yüklənəcək. Fotoğrafları, yəni şəkillərinizə yüklənəcək də, mahnısı da yüklənəcək özünüzdə. Öpdüm. Bye bye. Bilmirdinizsə abunə olub like atmayı unutmayın. Moskova çiçək.